Hər kəsi salamlayıram. Bilirəm ki, bir çoxlarınıza maraqlıdır ki, mən Hindistandan nələr almışam. Baxın, aldığım bütün məhsulları məhz bir çamadanda toplamışam, yəni əl bagajında gətirmişəm və istəyirəm ki, onları sizə çəkib göstərim ki, yəni Hindistandan nələr almışam, qiymətləri nə qədər olur. Bu arada çamadanım biraz zədə göründü. Ona görə də zamıq biraz yaxşı açılmır. Belə, ay biraz dağılmışam. Bir çay almışam, Red Label, mənim ən sevdiyim Hind çaylarından biridir və bundan bir neçə qutu almışam. Baxın, bir belə zəncəfillisini, daha sonra belə kiçik ölçüdə hədiyyəlik almışam, bir neçə dənə. Bu arada qiymətlər də maraqlıdırsa, əgər deyim, misal üçün bu kiçik ölçülünün qiymətini deyəcəm sizlər üçün. 55 rupidir, yəni təxminən 1 manat 10 qəpik, 1 manat 20 qəpik və s. Yəni kiçik ölçünün qiyməti budur. Amma böyük ölçünün qiyməti isə bir dəqiqə 330 rupidir, hardasa 7 manatdır. Belə. Yəni əslində o qədər də ucuz deyil, yəni belə baxanda. Daha sonra belə banan qurusu almışam. Mən düşünürəm ki, Hindistanda banan qurusu daha dadlı olar. Bizdə çox bahadır, amma burada isə mən 1 manat 30 qəpiyə və s. almışam. Sonra mənim ən sevdiyim çaylardan biri Vah Bahri çayından almışam. Vah Bakri, yəqin ki, belə tələffüz olunur. Bundan da 2 paçka aldım. Əslində bunun başqa növünü bəyənirəm, amma onu tapa bilmədiyim üçün bunu aldım. Bunu isə aldım, deməli 155 rupi, 100 rupi, 2 manat, 3 manat neçə isə qəpik belə. Daha sonra belə bir şokolad aldım. Amul Hindistanın markasıdır, ən sevimli markalarından biridir və belə portağallı, belə bir şokolad aldım. Biraz tünd şokoladdır, mən ümumiyyətlə tünd şokoladı çox sevirəm. Daha sonra bacım uşaqları üçün belə şirin hədiyyələr aldım. Bacım uşaqları üçün. Heç bilmirəm bunların içində nə var, amma görüntüsü xoşuma gəldi və fərqli olduğu üçün aldım. Sonra belə bir şirniyyat aldım. Belə moruqlu və yox, tərkibində nə var? Moruq var, çiyələk var, belə. Daha sonra biryani ümumiyyətlə Hindistanın ən sevimli yeməklərindən biridir və bunu da təxminən 2 manat aldım. Ədviyyatlı, qatırsız və düyüyə xüsusi ləzzət verir. Təbii ki, Hindistana getmişəmsə mütləq sarı köktə almalıydım. Daha sonra chicken masala ədviyyat almışam. Bu arada Hindistanda TikTok çox ucuzdur. Bizdə misal üçün 1 manat 30 qəpik, 1 manat 40 qəpik. Hindistanda TikTok'ı mən aldım. Hardasa 20 rupi. 20 rupi də təxminən nə qədər eləyir? Ay Allah, çox ucuz. Yəni çox ucuz, qəpik quruş. Qəpik quruş. Və belə fərqli bir TikTok da var idi bu arada. Bunun dadını heç sınamamışam. Daha sonra deməli Orbit aldım, belə çiyələkli. Bu nədir? Deməli Himalay markası, bilirsiniz ki, Hindistanın markalarından biridir. Və belə bir dodaq balzamı aldım. Bu hissə bu qədər. Bir də ki, bu şirniyyatdan bir dənə də almışam. Keçək indi bu hissəyə. Bunu deməli bu nədir? Zəncəfilli və sarımsaqlı belə bir sos almışam. Bu da çox maraqlıdır. Qoxusu çox xoşuma gəldi. Hardasa 1 manat 50 qəpik almışam. Daha sonra Himalay markasının belə bir diş macununu almışam. Çox xoşlayıram ümumiyyətlə bunun diş pastalarını. Burada başqa nələr var? Ay Allah, bu necə qarışıqdır. Daha sonra isə bu əslində Koreya məhsuludur. Yox, butter chicken, Hindistanlıların belə. Daha sonra belə bir noodles almışam. Və bunun üzərindəki şəklin üzərindəki oğlan isə kriket ustasıdır. Hindistanın ən məşhur kriket ustalarından biridir. Burada daha çox aksesuarlardır. Bunu sonra çəkərəm. Bu nədir? Bu bel ağrıları, bel və ayaq ağrıları üçün macundur, yəni mazdır. Bunu da təxminən almışam 7 manata. Sonra belə bir, bunu ölçüsü çox xoşuma gəldi. Kiçik ölçülü olduğu üçün sumkada rahat gəzdirmək olur. Ona görə belə bir sanitizer aldım. Sonra belə bir ayaqqabı almışam. Baxın, belə bu formada. Bu da o biri tayı. Bunu artıq geyinmişəm. Çox rahat və dəblidir. Bunu da hardasa 5-6 manata aldım. Burada isə hədiyyəlik bir şeydir. Tac Mahaldır. Bunu göstərməyim.
Və bir də Batadan belə bir ayaqqabı almışam. Batadan belə bir baletka. Bata ümumiyyətlə bizdə çox bahadır, amma mən bu baletkanı 27 manat aldım. Aha, burada deməli belə bir keratin tərkibli, belə bir arqan yağı tərkibli həm də şampun almışam. Çox sevirəm belə şampunları. İlk dəfə də aldım bu məhsulu. Sonra belə bir balzam aldım. Bu da Hindistana özəl bir markadır. Sınayacağam, fikirlərimi bölüşəcəm. Bu deməli SPF kremdir. Daha sonra belə bir bloknot almışam. Əslində bu bloknot hardasa 3-4 manatdır, amma mən 10 manat aldım. Çünki orada xüsusi bir kafeyə getmişdik. Həmin kafedə qadınlara dəstək olmaq məqsədi ilə belə bir necə deyim, bloknotu aldım ki, yəni onlara xeyri dəysin. Bir növü onlara gedirdi, yəni burada edilən bütün bazarlıq. Daha sonra belə kiçik bir aksesuar almışam anama. Anam belə incə detallı şeyləri sevir. Sonra belə bir qolbaqlar almışam, bunu da almışam. Mənim Hindistan geyimləri səhifəm var. Həmin səhifədə Hind geyimləri və aksesuarlarını kirayə veririk. Misal üçün bunları da həmin səhifə üçün almışam. Həmin səhifədən əldə etmək mümkündür. Daha doğrusu kirayəsi mümkündür. Sonra belə bir çəhrayı dəst almışam. Bu da çox qəşəngdir. Yəni bunun tərkibində sepi var, sırğası var, alın üçün tikası var və s. Və bu da ki, təbii ki, üz təmizləyici, miselyar vadan və kiçik ölçülü olduğu üçün düşündüm səyahətlərimə çox xeyirli olar. Bu qədər. Aldıqlarım bu qədər idi. Əslində bir neçə məhsullar almışam, artıq onları istifadə eləmişəm, açmışam, ona görə onları göstərmədim. Və düşünürəm ki, məncə bunların hər biri istifadəyə yararlı məhsullardır. Belə. İzlədiyiniz üçün təşəkkür eləyirəm.